Salam. Biz hamımız həyatdan xoşbəxtlik istəyirik, huzur istəyirik, rahatlıq istəyirik, maddi, mənəvi, daxili sakitlik istəyirik, sevgi istəyirik, sevinç istəyirik. Bu bizim təbiətimizdir. Yəni heç kim deyə bilməz ki, mən bunları istəmirəm. Bu qəribə bir iddia olar. Bu bizim təbiətimizdir. Biz ən pis, ən çirkin əməlləri edərkən belə biz bunlara can atırıq əslində. Sadəcə bundan xəbərimiz yoxdur. Yəni biz həyatdan eyni şeyi istəyirik. Bütün bəşəriyyət həyatdan eyni şeyi istəyir, eyni şeyi gözləyir. Amma nə bunun fərqində olmamaq, nə də hətta fərqində olmaq belə o qədər də önəmli deyil. Önəmli olan bax bunları necə istəməkdir. Yəni hətta istəyirəm demək belə, istədiyinin fərqində olmaq belə, istədiyini anlamaq belə, istədiyini almağa gətirib çıxarmır. Necə istəmək? Yəni istəməyin bir yolu var. Bir mexanizmi var. Onu tapmaq lazımdır. Mən necə istəyirəm? Mən həyatdan bunları istəyirəm, amma necə istəyirəm? Biz hesab edirik ki, gözəl şeylər olmalıdır və biz sevinməliyik. Halbuki həyat bizdən bunun əksini gözləyir. Sən gözəl görməlisən ki, gözəl şeylər olsun. Bunu anlamaq çox önəmlidir. Bu insan üçün, insan həyatında bir dönüş nöqtəsidir. Mən gözəl görə bilirəmmi? Mən sevinə bilirəmmi ümumiyyətlə həyata? Mən sevinə bilirəmmi? Mən səhər yuxudan necə dururam? Bax, o necə istəmək məsələsi var. Bunu bilmək üçün səhər yuxudan necə durduğunuzu xatırlaya bilərsiniz. Yəni mən səhərlər yuxudan necə oyanıram? Hansı əhvalda, hansı əhval-ruhiyyədə dururam mən ayağa? Mən səhər gözlərimi açanda mən həyata sevinə bilirəmmi? Həyata sevinmək, yəni bu sözü mən bilmirəm doğru ifadə və yəni onun anlamını doğru çatdıra bilirəmmi? Çox güman ki, çatdıra bilmirəm. Bugün ola bilər ki, sənin həyatının çox çətin bir günüdür. Nə bilim, çox çətin bir görüş gözləyir səni, ya bir iş görüşməsi, ya bir sevmədiyin, sənə belə negativ enerjilər ötürə bilən insanlarla qarşılaşma gözləyir, görüş gözləyir. Nə bilim, başqa cürbəcür çətinliklərlə dolu olan bir gün ola bilər. Kredit ödənişinin vaxtı gəlib, amma sən pul tapmamısan və bugün bunu necəsə həll eləməlisən. Yəni, hətta bu cür günlərdə belə mən səhər yuxudan duranda mən həyata sevinə bilirəmmi? Yəni, həyat sadəcə var deyə, sadəcə mən varam deyə, sadəcə yeni bir gün başlayır deyə. Bu həyat hədiyyədir deyə. Bax, mən bu hisslərlə oyana bilirəmmi? Yəni, bax, həyat bizdən bunu gözləyir. İstəmək deyərkən bunu nəzərdə tuturam. Yəni, sən bax, bu cür istəyə bilirsənmi həyatdan? Yəni, sən ondan nələrsə istəyirsən, o da səndən nələrsə istəyir. O da deyir, qoy görüm, mənə
sevinilirmi ümumiyyətlə? Mənim varlığım dəyərlidirmi? Heç nəsiz, yəni. Heç nəsiz mənim varlığım sənin üçün dəyərlidirmi? Sən həyata sahib olduğun üçün sevinə bilirsənmi ümumiyyətlə? Bax, bu vəziyyəti, bu əhval-ruhiyyəni, bu dünya görüşünü sən nə dərəcədə özündə hiss etmisən bugünə qədər? Yəni, yaxşı şeylər olanda sevinməkdən danışmıram mən. Yaxşı şeylərə hamı sevinir onsuz da. Özü gələn şey deyil bu. Necə ki, özü gələn şey sevgi deyil. Özü gələn gözəlliklərə sevinmək də o deyil. Ən rutin, belə ən yeknəsək günlərin içində belə mən sevinə bilirəmmi həyata? Mənim üçün bax, o rutin dediyimiz, o əhəmiyyətsiz dediyimiz şeylər mənim üçün nə dərəcədə önəmlidir, nə dərəcədə dəyərlidir, mən nə dərəcədə onların dəyərini hiss edirəm. Yəni, bu hissi mən gün ərzində nə qədər yaşayıram. Nə yaxşı ki, mən varam, nə yaxşı ki, həyat var. Nə yaxşı ki, mən yaşayıram, nəfəs alıram. Yəni, bax, bunları mən gün ərzində bir dəfə də olsun bu hissə qaplırammı? Yoxsa mən elə günümü səhər durandan axşama qədər qaçış rejimində, vurnuxma rejimində mi keçirirəm? Bax, budur, yəni bunu eləmədikcə həyat verməyəcək. Həyat verməyəcək. Çünki əslində ortada heç bir alış-veriş də yoxdur. Yəni, mən belə istəyim, o versin məsələsi də yoxdur. Yəni, bu sadəcə təbii bir mexanizmdir. Bu cür qurulub hər şey. Əslində, sən özün üçün eləyirsən, nə eləyirsənsə. Sən elə gələ bilər ki, həyat verir, amma həyat vermir. Sən özün, o özündəki enerji sənə eyni enerji ilə qayıdır. Nə ötürürsənsə onu da alırsan. Adi gün ərzində hər hansı bir məsələ ilə bağlı, kiçik bir məsələ ilə bağlı düşüncənizi, hissinizi müşahidə edə bilərsiniz. Yəni, bir məsələ ilə bağlı, hansısa bir hadisə oldu, o məsələ ilə bağlı nə hiss edirsiniz, necə düşünürsünüz, nə enerji ötürürsünüz həyata. Necə ötürürsə o da qayıdır. O deyirlər, yaxşı bax, yaxşı olsun. Yəni, bu sözlər çox şablonlaşdırılmış ola bilər, amma bunların altında, hamısının altında hikmətlər var. Həqiqətən yaxşı baxanda yaxşı olur. Gözəl baxanda gözəl olur. Yəni, əslində gözəl də olmur. Sən gözəl görürsən artıq. Gözəl gördüyün üçün artıq onsuz da gözəldir. Yenə deyirəm, burada bir alış-veriş də yoxdur. Ona görə mən istəyirəm, amma olmur. Mən çalışıram, amma olmur. Nə bilim, mən dəyişmək istəyirəm, amma olmur, dəyişə bilmirəm. Mən sakitlik axtarıram, amma o mənə gəlmir. Mən iş istəyirəm, o mənə gəlmir. Mən pul istəyirəm, o mənə gəlmir. Və sair və ilaxır, yəni istədiyiniz şeylər nədirsə, bunların hamısını qabağınıza qoyub düşünə bilərsiniz. Yəni, mən bunları necə istəyirəm?
Ya mən qıtlıqdanmı istəyirəm bunu, yoxsa bolluqdanmı istəyirəm? Qıtlıq içindənmi baxıram mən bütün bunlara, yoxsa bolluq içindən baxıram? Vurnuxaraqmı baxıram, yoxsa sakit baxıram? Heç nəsiz mən həyata bir hədiyyə kimi baxa bilirəmmi? Bu çox önəmlidir. Məhz hədiyyə görüşü, hədiyyə baxışı. Mən bunu anlayanda vaxtilə mənim həyatımda çox böyük dönüş olmuşdu. Yəni mən indiyə qədər bir dəfə hətta bu haqqda yazmışdım da, amma orada belə mən hiss elədim ki, bunun nə olduğunu ötürə bilmədim. Və sonra da dəfələrlə bu haqqda bir neçə dəfə danışmışam bəzi adamlarla. Hiss edirəm ki, onlara da çatmır. Yəni o hədiyyə necə bir hissdir? Yəni olmaya da bilərdi, amma var yəni. Həyat budur. Yoxluğun içində bir şey var. Yəni budur da, biz müqayisə edirik ki, həyat necəsə olmalıdır, hansı təsəvvürlərlə həyat bu cür olmalıydı, o cür olmalıydı. Bildiklərimizlə və bilmədiklərimizlə hətta müqayisə edirik ki, niyə belə oldu, belə olmadı. Amma biz müqayisəni atıb sadəcə olana bir hədiyyə gözü ilə baxsaq, yəni heçliyin içindən çıxan bir hədiyyə kimi baxsaq, yəni. Onda bax, hər şey həqiqətən də hədiyyəyə çevrilir, hər şey. Onda həyatımıza gələn pis şeylərdə belə biz pis şey görə bilmirik. Yəni bu hər nə qədər sizə boğazdan yuxarı deyilmiş söz kimi görünsə də, bəlkə də görünür. Amma həqiqətən pis şeylərə belə pis şey kimi baxa bilmirsən. Pis şeyin belə sən hədiyyə tərəfini görürsən. Orada nə bilim, ən azı sənin üçün bir dərs var. Həyat sənə öyrədir ki, bax bunu sənin başına bunun üçün gətirdim. Həyatın bizimlə danışma dilidir. Niyə də yox, niyə də olmasın? Bax, hər şeyə niyə də yox yanaşmasını yaratmalıyıq içimizdə. Ona görə bax, mən sənə məsləhət görürəm, təklif edirəm ki, necə istədiyinə baxasan, necə istəyirsən. Aydındır nə istəyirsən, nə istədiyimiz aydındır. Hər kəs bunu istəyir. Hər kəs eyni şey istəyir. Bizə elə gələ bilər ki, biz müxtəlif şeylər istəyirik. Biz çox fərqliyik, çox müxtəlifik, amma elə deyil. Biz hamımız eyni şey istəyirik. Çünki bizim təbiətimiz budur, bizim mayamız budur. Biz sevgiyə can atırıq, tamlığa, tamlıq hissi. Bax, o öz içində o tamlıq hissini hiss etməkdir. Hər kəsin istədiyi, arzuladığı. Qeyri-ixtiyari, qeyri-şuuri, hər kəsin can atdığı şey budur, tamlıq hissi. O özünə qovuşub o tamlığı hiss etmək. Yəni bu aydındır da. Nə istədiyimiz aydındır. Kimsə desə ki, yox, mən tamlıq istəmirəm, bunu məni buna inandıra bilməz. Çünki başqa nə istəyirsən? Bu bizim təbiətimizdir. Biz bunun üçün varıq ümumiyyətlə. O tamlığı hiss etmək üçün. Həyat bunun üçün var. O gözəlliyi hiss etmək üçün. Yəni, nə istədiyimiz bəllidir, amma necə istəyirəm? Bax, bu əsas məsələdir. Necə istəyirəm? Bax, sən indi
Bax öz içində, bax burada, buradakı hissiyata bax. Nə var? Necə istəyirsən? Varmı bir təşəkkür hissi həyata, bir minnətdarlıq? Həyatla belə bir kiçicik də olsa, azacıq da olsa bir ahəngə girə bilirsənmi? Belə eyni dalğaya girə bilirsənmi həyatla? Yoxsa həmişə əks qütblər kimisiz, həyat və sən? Kimsə istəməlidir, kimsə verməlidir, kimsə almalıdır, kimsə gətirməlidir. Belədirmi həyatla münasibətin, yoxsa birsiniz yoxsa? Buna diqqət et biraz.